Salam değerli şagirdlər. Puzzadan sual izahına davam edirik üslü ifadələrdən. Deməli, test 2B-də qalmışıq. Birinci sual. Burada 4 mötərizənin içərisində olduğu üçün cavab mənfi olaraq qalır. Burada isə 4 mötərizənin içərisində olduğu üçün cavab müsbət alınır. Bunları da böləndə qalır mənfi 1. Burada 6 üstü 18-i çıxardıram. Qalır 6 çıx 1. Burada da 6 üstü 17. Bunları böləndə qalır bir dənə 6. Onu da 5'ə vururam. 30. Sonra ikinci sual. Bunları vuranda 8 üstəgəl 2 10. 3 çıxanda 10 üstü 7. Bu da 1 çıx 5 mənfi 4 üstünə 6 gələndə 2. Bunları da bölürəm 10 üstü 5. Gəldik bura. Burada ortaq olan uşaqlar 5 üstü mənfi 32'dir. Çıxartsam, qalacaq burada 1. Burada 5 üstü mənfi 31 almaq üçün bir dənə 5 lazımdır. Çıx 5. Burada 5 üstü mənfi 32. Bunlar getdi, bu mənfi 4 oldu. Burada da 1. Mənfi 1 bölü 4. Üçüncü sual. Bunun kvadratıdırsa tərs çevirirəm və cüt olduğu üçün müsbət alınır. 3 üstü 2. 9'da 1, 3 üstü mənfi 2 deməkdir. Üstündə də 6 olur, 3 üstü mənfi 12. Burada da İlk olaraq işarəyə baxsaq, kub olduğu üçün cavab mənfi olacaq. Mənfini qabağa atıram. 27'də 1, 3 üstü, mənfi 3'dür. Qabaqda da mənfi var, üstündə 3. Bunun yerinə bunu yazdım. Mənfini qabağa atmışam, oldu 3 üstü, mənfi 9. Buradan da mənfi 3 üstü, 2 ilə 9'u 2 ilə 12 çıxdıq. Mənfi 10, 9 çıxanda mənfi 19. Yəni E variantı. 6-cı sualda 3 üstü x'i çıxartdım. Qaldı 1, üstəgəl 3, üstəgəl 3 üstü 2. Burada da 3 üstü x'i çıxartdım. Qaldı 1, üstəgəl 3 üstü mənfi 1, üstəgəl 3 üstü mənfi 2. Bunlar getdi. Yuxarıda alındı 13, aşağıda alındı 1 üstəgəl. Yine bunu kənarda yazın. 1 üstəgəl 3'də 1, üstəgəl 9'da 1. Bu olur 9'da 9 üstəgəl 3 üstəgəl 1. 9'da 13 olur bu. 9'da 13. Bunları da böləndə 9 yuxarı çıxır. Alınır elə 9. 7-ci sual. 7-ci sualda 25 üstü n'in yerinə 5 üstü 2n yazıram və burada ortaq olaraq 5 üstü 2n'i çıxardıram. Qalır 5 üstəgəl 1. Aşağıda da 6 vur, 5 üstü 2n, vur 5 üstü mənfi 1 yazıram bunu. Burada 7 üstü n'i çıxardıram, qalır 7 çıx 1. Aşağıda da 7 üstü n'i çıxardıram, 7 üstü mənfi 1. Bunlar gedir, bunlar da gedir. Bu 6 eləyir, bu 6 ilə 6 da gedir. Bu 1 olur, bu 1 böl 5 olur. Bunları böləndə alınır 5. Burada alınır 6, burada da 1 böl 7. Bu da olur 5 üstəgəl 6 vur 7, yəni 47 C variantı. 10-cu sual. 10-cu sualda bunları ortaq məxrəcə gətirəcəm. Ortaq məxrəcə gətirmək bunları bir-birinə vurmaq deməkdir. Alınır 1 üstəgəl 5 üstü mənfi x, üstəgəl 5 üstü x, üstəgəl bunu buna vuranda da 5 üstü 0, yenə 1 eləyir. Bunları çarpaz vuranda da olur x vur 1 üstəgəl 5 üstü mənfi x. Burada yenə x'i buna vuracağım üçün x artıq çıxartmışam. Yazıram yenə 1 üstəgəl 5 üstü x. Baxın bunlar getdi. Buradan x'imiz alındı 7. Əslində mən sizə demişdim ki, əvvəlki testlərdə də bu ədədlər eynidir. Burada da əsaslar, tabanlar eynidir. Qüvvətlilər əksdirsə, plus surətlər bərabərdirsə, cavab elə surətə bərabər olur. 8-ci sual. 8-ci sualda bu ikisini ortaq məxrəcə gətirirəm. Olur 2 üstü mənfi 2020'də. 2 üstü 2021'i 2 üstü mənfi 2020'ye vuranda çıxıram, bir dənə 2 alınır. Burada da üstəgəl 1. Burada da 2 üstü 2020'ni çıxardıram. Qalır 2 üstü 2, üstəgəl 2, üstəgəl 1. Deməli, yuxarıda alınır 3 böl 2 üstü mənfi 2020.
Deməli bunları vurdum. 2 üstəgəl 1 düz yazdım da. 2 üstəgəl 1. Bəli. Bunu bölürəm. 2 üstü 2000 22 üstü 2020 vur. Bunları toplayanda 7 eləyir. Bu da 1'dir. Bunu elə bil ki, tərs çevirdim. Bunlar buranda getdilər. Qaldı 3 böl 7. Yəni E variantı. 11-ci sual. Biraz oxşuyur bayaqki suala. Cavab da 90% 1'dir. Baxın, bayaq sizə dediyim qaydaya oxşuyur bu. Burada 1'i burada düşünün. 3 üstü y çıx x. Baxın, bu suala oxşuyur. Haradaydı bu sual. Dediyim kimi ilk ədəd eynidir. 1'dir. Burada da sadəcə qüvvətlər bir-birinin əksidir. Surətlər də bərabər olduğu üçün cavab surətdəki ədədə 1'ə bərabər olur. Yuxarıda izahlı yazdıq. Burada artıq bir dəfəlik yazıram. Yəni çarpaz vursanız da görəcəksiniz, ortaq payda gətirsiniz. Eyni şeydir uşaqlar. Baxın, bu ədəd eynidir. 1 bərabər 1. Bu üçlər eynidir. Bu ədədlərdə bir-birinin tərsidir. Plus 2'lər də eynidir. Cavab onda olur, buradakı 2. 12-ci sual. 2y bərabər 3x. Buradan buna 3k desəm, buna 2k. Deməli 2k üstü 3k bərabərdir 3k üstü 2k. K'lar getdi. 2k'nın kubu 8k kub. Əvvəlki testdə də var idi bundan 9k kvadrat. Hər tərəfi k kvadrata bölsəm 8k bərabərdir 9. K olur 9 böl 8. X çıx y. X nədir? 2k, bu da 3k. 2k çıx 3k. Mənfi k, bu da mənfi 9 böl 8. Buna baxaq. 0'dan 10.000'də 8. Bunu belə yazıram. 8 vur. Vergüldən sonra 4 rəqəm var. Bu 10 üstü mənfi 4 deməkdir. Üzərində 3. Böl. Bunu da yazıram. 2 vur. Yəni 10 üstü 2 dənə rəqəm var. Mənfi 2. Üzərində 6. İndi baxın, 8 2'nin kubudur. Bir dənə də 3 burada var. Bu oldu 2 üstü 9. Vur. Bunları da vuranda 10 üstü mənfi 12. Burada da 2 üstü 6. Vur yine 10 üstü mənfi 12. Bunları böldüm, qaldı 2 üstü 3. Yəni A variantı. Bunu qəşəng bir dənə 0 yazıram. Sonra bunları apardıq. Qaldı. Və belə oldu 8. Səhvlik vergülü bura. Böl 20. 8 böl 20. Bölünsün. Bu eləyir 10'da 9. Üstündə 2'də 1 var. 10'da 9 üstü 2'də 1'i nətər yazaq? Kökünə yaza bilərəm, amma biz nəzərə almalıyıq ki, əslində bu mövzuda. Yox, 2'də 1 ümumiymiş uşaqlar. Bu ümumi mötərizatdır. Yaxşı ki, 10'da 9. Bu olur 20'də 8, vur 9'da 10. Bu 2 olur. 8'den 2 gelir, bu da 4. Oldu 9'da 4. Üstü 2'də 1. Bunu belə yazacağım. 3 üstü 2, 2 üstü 2. Üstündə 2'də 1 alanda 2'də 1. Qüvvət vurulur. Burada 2 alınır. Burada da vurulur. 3. 2 bölü 3 olur A. Kökünə yazmayaq deyə belə biraz ətraflı yazdım. Bu oldu 8 vur. 10 üstü mənfi 3. Üstündə 3'də 1. Vur. Yüzü de 10'un kvadratı yazsam, 10'un kvadratı üstü 2'də 1. Yine bu ikilərilər qalar 10. 8 üstü 3'də 1. 8'in yine 2'nin kubu yazıram. Gedir bunlar. Qalır 2. 10 üstü mənfi 3 3'də 1. Bu mənfi 3'ünün də 3 gedir. Qalır 10 üstü mənfi 1. Vur 10. Bunlar bir-birini aparır. Cavab da olur 2. 17-ci sual. 0,1'in kvadratı. 0,1'i 1 vur 10 üstü mənfi 1 yazıram. 0,4'ü 4 vur 10 üstü mənfi 2 yazıram. 0,2'ni 2 vur 10 üstü mənfi 2 yazıram. Üstü 2. Bunu alanda 1'in kvadratı 1, 10 üstü mənfi 2. 4'ü 2 üstü 2 yazıram. Üstü bir dənə də 3 oldu, 2 üstü 6.
10 üstü mənfi 6, 2 üstü 2, 10 üstü mənfi 4. Baxaq. 2 üstü 6-nı 2 üstü 2-yə bölürəm, 2 üstü 4. Bu olur 10 üstü mənfi 8. 10 üstü mənfi 4 ilə gedir, qalır 10 üstü mənfi 4. Bu da 16 deməkdir. D variantı. Baxaq uşaqlar, 0,3-ü 0,3-ünə mi göstərsəm görəsən? 0,3, onda 3'ü yazıram, 0,3 vur 10. Bu 10'u da 10 üstü mənfi 6'ya vuranda, bu hissə ilə bil ki eləyir 0,3 vur 10'u 10 üstü mənfi 6'ya vurdum. Elədi 10 üstü mənfi 5. Bunu yazdım 0,3 vur 10. Onu da 10 üstü mənfi 6'ya vurdum. Bəli, 0,3 vur 10 üstü mənfi 5. Bu da 0,3 vur 10 üstü mənfi 5. Bunları toplayanda olur 0,3'ü veya 10 üstü mənfi 5'i çıxartsam daha güzel. 0,6 vur 10 üstü mənfi 5. Bu da 0,6 vur 10 üstü mənfi 4. Bunları böləndə 10 qalır. Bunları böləndə 10 üstü mənfi 1 qalır. Bunları da vuranda 10 üstü 0, yəni 1 eləyir. Burada nəsə mürəkkəb görünən bir sual var, ən azından hesablamaz. 0,4'də 1, 9'da 1. Bu 9'da 1'dir. Bunu da 9 üstü mənfi 1 yazarıq. Bu da 3 üstü mənfi 2'dir. Buradan başlayaq, davam eləyək. 27 üstü x'i 3 üstü 3x yazıram. Bu mənfi 2'ni, bunu da ortaq paydada yazsaq uşaqlar. Bu 2'də 2 çıx 3x'dir. Mən əgər bu qüvvəti bu mənfi 2 ilə vursam, mənfi 2 ilə 2 gedər, mənfi qalar. Onlar 3 üstü, bir dənə mənfi qaldı. Baxın, 3 üstü mənfi 2'miz var. Üstündə 2 çıx 3x böl 2. Bu 2'lər getdi. Bu mənfini də buna vuranda olur 3x çıx 2. Bu belə. Gəldik bura, bu 3 üstü 2 yazsam vururam 2x üstə gəl 2. Bu 3 üstü 2x'dir. Bu da 3 üstü 2x çıx 1'dir. Burada da 3 üstü 2x'i çıxartmayayım hələ. Çıxardım. 3 üstü 2x'i çıxartdım. Oldu 1 üstə gəl 3 üstü mənfi 1. Gəlin bunu da biraz düzəldək. Belə eləyirəm burada da. 3 üstü 2x vur 3 üstü 2. Bunlar gedir. Bunları böləndə 3 üstü 2 qalır. Çıx. Bu da bu 9'dur. Bu da 1 üstə gəl 3'də 1'dir. 3'də 4 eləyir. Olur 9 vur 4'də 3. Yəni 27 böl 4. 9 çıx 27 böl 4. O da 4'də 36'dan 27 çıxanı 9. Aşağıda gösterilen şemadaki sayılara bağlantılı oldukları dairelerdeki işlemler uygulanacaktır. X üstə gəl Y üstə gəl Z. Yaxşı, deyir ki 32 üstü 4, 16 üstü 7. Bunları böləndə 4 üstü Y gelir. 32 üstü 4, 2 üstü 5 üstü 4. Bu da 2 üstü 4 üstü 7. Şimdi bu 2 üstü 20 eləyir. Bunu 2 üstü 28'e böləndə 4 üstü Y gelirmiş. Bu da 2 üstü 2 Y deməkdir. Yəni 2 üstü mənfi 8, 2 üstü 2 Y, 2 Y mənfi 8'dirsə, Y oldu mənfi 4. Bunu saxlayaq. İndi buna baxaq. Mən soldan sağa getdim də. Bu 2 üstü demişdi ki 28'dir. Bunu 8 üstü x'e, 8 üstü x, 2 üstü 3x deməkdir. Vuranda alınır 4 üstü 17. Bu da 2 üstü 34 deməkdir. Bunu böləndə 2 üstü 3x, 2 üstü 6 eləyir. X qardaşımız da olur 2. 2. Gəldik bura. 4 üstü y, y tapmışıq mənfi 4. 4 üstü y, 2 üstü 2 y-dir. Y də mənfi 4'dürsə, bu olur 2 üstü mənfi 8. Vur. 2 üstü 34. 2 üstü z eləyir. Buradan da z mənfi 8 üstə gəl 34. 26 alınır. Z 26, x2, y mənfi 4. 28 sıx 4, 24.
Bu da belə bir çətin olmayan, amma biraz hesaplaması uzun sual idi. Buna baxaq. Bu testin biraz ağır suallarından biri idi, səhv xatırlamıramsa. Bunu ortaq məxrəcə gətirirəm. Alınır. 1 üstəgəl b üstü mənfi x üstəgəl b üstü x üstəgəl 1. Bunları vuranda 1 eləyir. Bunu da vuranda alınır 2 üstəgəl 2 vur b üstü mənfi x üstəgəl 1 ilə 1'i topladıq. Bu da 1'dir. Bir dəfəlik dəyişirəm. Bu oldu 3. Üstəgəl b üstü x. Bu bizim əlimizdə olandır. Biz bundan bu ifadəni almalıyıq. Bu da 1 üstəgəl b üstü mənfi x üstəgəl b üstü x üstəgəl 1'dir. Burada 6 vur 1 6, 1 vur 1 1 7 üstəgəl 6 b üstü mənfi x və b üstü x. Yine düşünmək lazımdır ki, mən bu ifadədən bunu necə alaram? Bunların məxrəcləri eyni olduğu üçün nəyəsə vurub toplasam rahat görə bilərəm. Düşünək ki, nəyə vurub toplasam alına bilər. Məsələn, burada ədədimiz 7'dir də. Biz bunu tutaq ki, altı vur b üstü mənfi x almaq üçün. Mən bunu 5'e vursam, cavablarda 5 olan variantların çoxluğunu düşünərək. İndi baxın, bu bir dənə bu nizamlayaq. Bu 1 üstəgəl 1 2'dir də. Mən düşünməliyəm ki, bunu nəyə vurum, nə çıxım və ya toplayım. Vuranda onsuz da avtomatik surətə vurulur. Mən düşünürəm ki, burada 6 vur b üstü mənfi x almaq üçün. Mən bunu məsələn 5'e vursam, bu 10 vur b üstü x olur. 10'dan nə çıxsam 6 olar? 4. Deməli bundan bir dənə 4 çıxsam, niyə 4? Çünki 4'ü b üstü mənfi x-ə vurmuş olacağım. Ondan 4 çıxanda bu qalacaq. Vur 5 çıx 4 bura uyğun gəlir. Eyni şəkildə 3'ü 5'e vursam 15. 15'dən 4 dəfə 2'ni çıxanda, çünki axı çıxanda buna da vurmuş olacağım. 7 qalacaq. Eyni şəkildə 1'i 4'e vuranda 4, 1'i 5'e vuranda daha doğrusu 5. 5'dən də 4 dəfə 1 çıxanda 1 qalacaq. Yəni vur 5 çıx 4. A variantı. Testin biraz çətin suallarından biri idi. Bu tərəfdə yoxdur. Bunun dalınca bu bilək şəfa kimi gəlir. 18, 3 üstü x 9, x'imiz 2. 22. Y lazımdır bizə. Görək neyə bilərik. 6 üstü mənfi x çıx 8 heç diqqət eləmirəm. Deməli bu 0'dır uşaqlar. 6 üstünə 1 eləyər. Mənfi x çıx 8 0. Mən də bir uzun misal düşünürəm. Mənfi x bərabərdir 8. X oldu mənfi 8. Gəldik bura. X üstəgəl y 4 olmalıdır. X'imiz mənfi 8'dirsə, y-imiz də 4'dən mənfi 8 çıxanda 12. Buna baxaq. Bu 2 üstü mənfi x. Bunları vuranda 1 üstəgəl 6 28. Bu 7 olur. 7'ni 28'e böləndə 1 böl 4. 2 üstü mənfi x 1 böl 4. Mənfi x mənfi 2. X da oldu 2. 26'ya baxaq. 5 üstü x'i çıxardıram mötərizə xaricinə. Qalır 3 üstü x çıx 1. Və xoşbəxtlik. 125. Bunlar gedir. 5 üstü x 125 ise bu da oldu 3. 24. Bunu yazıram 2 üstü. Bu 3'tü də. 3'ü buna vuranda 6x çıx 18. Bu da 2 üstü 4 olduğu için 2 üstü 4x üstəgəl 4. Bunlar bərabərdir. Buradan 2x bərabər olur 22'ye. X'imiz də 11. 27. sual. Bunları vuranda alınır 2 üstü 3x. Bunları toplayanda alınır 2 dənə 2 üstü x. 32. Bu ne deməkdir uşaqlar? Yəni bunu düzəldək, eləyək. 2 üstü x plus 1. Böləndə çıxıram. 2 üstü 3x'dən x çıxanda 2x çıx 1. 32 də 2 üstü 5'dir. 2x çıx 1 5. Buradan x'imiz 3 alınır. D variantı. Bunları böləndə uşaqlar 3 eləyər. Deməli 3 üstü 3x üstəgəl 2, 3 üstü x plus 6. Yəni 3x üstəgəl 2, x plus 6'ya bərabərdir. 2x bərabərdir 4.
28-ci sual. Bunu yazaram. 2 üstü 2a üstəgəl 2 vur. 2 üstü 1 çıx a bərabərdir 32 nə deməkdir? 2 üstü 5. Bu da 2 üstü 2a'dan a çıxdı. A üstəgəl 3. 2 üstü 5. A'mız oldu 2. 29. 25'te 4. Ne deməkdir? 5 böl 2 üzərində mənfi 2 deməkdir. Mənfi 2 də bununla vuranda mənfi 2a çıx 6 olur. Şimdi a çıx 1 bərabərdir mənfi 2a çıx 6. 3a bərabərdir 1 çıx 6 mənfi 5. Bu da mənfi 5 böl 3. 31-ci sual. Uşaqlar 0,9'un kvadratı 0,81'dir. Yəni bu 0,9 üstü 2'dir. 2 ilə y vuram 2y. Deməli x bərabərdir 2y. Yazıram burada yerinə 3y 12, y 4. Bizə x lazım olduğu üçün o da oldu 8. 30-cu sual. Bu iki ədəd bir-birinin tərsi olduğu üçün bunların cavab qüvvətlərindən alınan cavabların bərabər olması 2m çıx n-dən m çıx 2n-in əks olmağı deməkdir. Məsələn, bu 3'dür, 3'dür 5, bu 3'də 1'dirsə 3'də 1 üstü mənfi 5. Yəni, bunun qabağına bir dənə mənfi atıram. 2m çıx n bərabərdir mənfi m üstəgəl 2m. Buradan da 3m bərabərdir 3m. m n-ə bərabər oldu. Bu da olur 9 üstü m böl. N'in yerine m yazsam m 9. 32'ye baxaq. Bunu ortaq payda götürsəm 2 üstü 3 çıx x. Bundan vuranda x-lər gedir 2 üstü 2 üstəgəl 3 5 çıx. Bundan vuranda x-lər gedir 2 üstü 2 üstəgəl 1 116. 32 çıx 4 üstəgəl 1 29 böl 116 beraber olmalıdır 2 üstü 3 çıx x-ə. Bu 1 böl 4 olur. Deməli 2 üstü 3 çıx x. Bu mənfi 2 olmalıdır ki cavab 1 böl 4 eləsin. Mənfi 2. X qardaşımız da oldu 5. 33. X plus y plus z lazımdır. Baxaq görək, dar momentdə qiymət qoyub eləyəcəm. Çünki böyük ehtimal qiymətləri rahat görmək olacaq. Baxın, 5'in bunlar tam ədəd verdiyi üçün düşünürəm 5'in elə bir qüvvəti olsun ki 34'ü keçməsin. X-ə 2 versəm 25. Bu da 2 olsa 9, 34 qəşək. Burada y 2 olanda 9, 16 qalır z-də 4. 2, 2, 4. Tam ədəd verdiyi üçün müsbət tam ədəd bunu deyə bilərik. 34. Əvvəlki suallarda da vardı. 3 və 5'in ancaq 0-cı tam qüvvətləri, 0-cı söz düz olmuş. 0 qüvvəti, yəni 3 üstü 0 və 5 üstü 0 bərabər ola bilər. X üstəgəl y çıx 9, 0. X üstəgəl y 9 olur. Bu da 0. X çıx y 5 olur. Buradan 2x 14, x 7, y də 2 alınır. Buranda da 14. Buna baxaq. X bölü y lazımdır. Gəlin belə eləyək uşaqlar. 3 üstü a nəyə bərabərdir birinci sualda? X plus 1'ə. Şimdi buna baxaq. Yoxsa birbaşa bölsəm olardı mı? Gəlin birbaşa bölək də. 3 üstü a çıx 1'i bölək 1 çıx 3 üstü mənfi a'yı. 3 üstü a çıx 1 qaldı belə. Bunu yazıram 1 çıx 1 böl 3 üstü a. Buradan da 3 üstü a çıx 1 qaldı. Bu da oldu 3 üstü a'da. 3 üstü a çıx 1. Bunlar gedir bu yuxarı qalxır. 3 üstü a. B variantı oldu cavab. 36-cı sual. 36-cı sualda x çıx y üstəgəl z lazımdır. Gəlin mən diqqətimi çəkən oldu ki, ikincilərdə, ikinci sətirdə x və z-də tabanlar, əsaslar daha böyükdür, y-də daha balacadır. Bu mənə bir fikir yaradır ki, bəlkə mən ikinci sətiri
ikinci ifadəni, daha doğrusu birinci ifadəyə bölüm. Yəni 153-ü 17. Bunu böləndə 3x qalır. Bunu böləndə aşağıda 3y qalır. Yuxarıda da bunları böləndə 3z. Bərabər olur 153 bölü 17, 9. Buradan da 3 üstü x üstə gəl z çıx y 9 eləyir. Yəni bunun cavabı olur 2. Bizdən də bunu soruşur. Bu da bu testin, deyəsəm bir dənə baxım. Bəli, bu testin və bu dərsin son sualı idi. Sağ olun şagirdlər.